İnsanın başına nə müsibət, bəla gəlirsə, Qur'an-ı Kərimin məntiqinə əsasən öz etdiyi əməllərdəndir. Əgər başın ağrasa, başına bir iş gəlsə, hətta bəzi yerlərdə var, əlini bir yerdə nəsə bir şey cızdı, bir balaca qan da çıxdı. Düşün, nəsə haradasa səhv buraxmısan. İnsan nə əkirsə, onu da biçir. Həm bu dünyada, həm də axirətdə. Günahı etdi, düşünməyək, günah qaldı axirətə. O dünyada Allah Teala nə eləyər. Bu düzdür. Bu ümumi məntiqdir. Hamısı yığılır bir baza kimi Qur'an-ı Kərimin buyurduğuna əsasən qiyamət günü həmin əməllərin hamısını biz qiyamətdə görəcəyik. Amma bu dünyada da Qur'an-ı Kərimin ayələrinə əsasən bizim yaxşı əməllərimiz bizə təsir eləyir, pis əməllərimiz də bizə təsir eləyir. Başımıza nə iş gəlsə, etdiyimiz əməllərin ucbatındandır. Allah Teala Qur'an-ı Kərimin mübarək Şura surasının 30-cu ayəsində belə buyurur. وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ. Başınıza nə müsibət gəlsə, öz əllərinizlə qazandıqlarınızın ucbatındandır. Əydihim, sizin öz əllərinizlə onu qazanmışsınız. وَيَعْفُو عَنْ كَثِيرٍ. Hələ Allah Teala çoxun bağışlayır. Yəni, qərar olsa Allah Teala məni etdiyim əməllərə görə cəzalandırsın, mən çoxdan bu dünyada olmamalıydım. Allah bilər mən indi haradaydım. Hələ Allah Teala çoxun bağışlayır, rəhmətindən üstün örtür, keçir. Amma bəzən də bizi ayıltmaqdan ötürü, yaxud da ki bizi cəzalandırmaqdan ötürü müxtəlif səbəblər var, onu bu dünyada bizdən çıxır. İndi qardaşlar, bu günahları biz əgər eləyə bilsək, bu dünyada elə ola, nə qədər bu dünyada varsan, tövbə eləyib, günahlardan çəkinsək, günahlarımızı Allaha bağışlatdıra bilsək, daha günahlarımıza görə Allah Teala bizi bu dünyada cəzalandırmaz. Əlimizə fürsətlər düşür. Mən indi o fürsətlərin bir neçəsini deyəcəyəm. O fürsət əlinizə düşən kimi tez bacardığınız qədər istifadə edin ki, qoy Allah Teala bizim günahlarımızı silsin, aradan aparsın, bizi tərtəmiz eləsin. Tərtəmiz, heç bir şey qalmır, bəli, özümdən demirəm. Birincisi elə tövbədir. Bizim dinimizdə buyururlar ki, kim həqiqi tövbə eləsə, yalandan yox, tövbə eləyib, amma hələ telefonda o nömrəni saxlayıb, o günahla bağlı. Tövbə eləyib, amma o haramı hələ də evdə şkafda qoyub. Tövbə eləyib, arada gedir o məclislərdə iştirak da eləyir. Yox, belə yox. Kim həqiqi tövbə eləsə, bizim dinimiz buyurur ki, ona nəsuh tövbə deyirlər. Əziz Peyğəmbərimiz, Allahın salamı olsun ona və pak əhl-i beytinə buyurur. Ət-taib minəz-zəmb kəməllə zəmbələ. Günahdan tövbə eləyən sanki günahı yoxdur. Tövbən qəbul oldu, yəni təmizləndi. 40 il, 30 il, 50 il, mən demirəm, qardaş, hamısı silindi. Bəzi hədislərdə var, həqiqi tövbə eləyən İnsan necə Allah Teala onun tövbəsini qəbul elədi, dünyaya təzə gələn körpə uşaq kimidir. Məsumdur da, günahı yoxdur ki. İnsan da belə olur. Əlbəttə, cəmaatın haqqından danışmırıq, həmişə demişik. Cəmaatın haqqını gələ verəsən. Amma Allah Teala ilə bağlı nə qədər günahlarımız var, o da az deyil. Bilməmişik, bəzən bilə-bilə eləmişik. Tövbə həqiqi olsa, Allah Teala bağışlayır. Tərtəmiz. 2. Xəstəlik. Heç kəs xəstəlikdən sığortalanmayıb. Ola bilər, sabah başımıza bir iş gəlsin, biz xəstələnək. Etiraz eləməsən, Allaha qarşı nasəza deməsən, qəza və qədərə mənə qalmış deyil, bu xəstəlik nədir, şikayət eləməsən, hətta ona buna Allahdan belə şikayət eləyənlər var. Şikayət eləməsən, dözsən, səbirli olsan, xəstəliyin əvəzində Allah Teala sənin günahlarını yuyub aradan aparır. İmam Səccad əleyhissalam, 4-cü imamımız, bir nəfər xəstələnmişdi, sonra sağalmışdı. İmam görə ona nə deyir? Təbrik edirəm səni.
Nə ilə? Günahların yuyulması münasibəti ilə. İndi qulaq asın hədisə. İmam xəstəlikdən sağalan insana buyurdu. Yuhanni'uka ya yahni'uka tahur minəz-zunub. İnnallaha qad zəkerəkə fəzkuruh və əqaləkə fəşkuruh. Təbrik edirəm. Xoş olsun alıva. Nəyə görə? Günahlardan çıxdığına görə. Günahlardan paklandığına görə. Təbrik edirəm sənə. Xoş alıva. Xəstələndə artıq əski danışmadın ki. Bil, Allah Teala sildi. Və imam sonra buyurur, həqiqətən Allah Teala səni yada saldı. Sənə bu bəlanı göndərdi xəstəliklə, səni xeyir, bərəkət kimi sanki verdi sənə. Sən də Allaha yada sal və sonra imam deyir ki, Allah Teala sənin günahlarına göz yumdu, səni təzdən sağaltdı. Buna görə də Allaha neynə? Şükr elə. 3. Həcc. Allah Teala qismət eləsin, inşallah Kəbə evinə həccə gedəsiniz. Hacı həccin əməllərini yerinə yetirdi. Doğru, düzgün. O bəzi o hacılar kimi yox. Bizim dinimizdə var. Ticarət üçün, istirahət üçün, at üçün, reklam üçün, tez gedim bir dənə Kəbənin yanında selfie çəkim göndərim ki, mən hacıyam. Qaradaşın yanında yollardan yox. Sırf Allaha xatir, təmiz pulla, pak pulla, cəmaatın haqqı ilə yox. Getdi həccə. Axırıncı həcc əməlini qutardı. Onun Allah Teala keçmişdə olan bütün günahlarını təmizləyir, olur tərtəmiz. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə gördü ki, dəvələr də gedir. Dəvələr karvanla gedir. Hara gedirlər? Həccə gedirlər. Baxıb dedi, elə bir addım götürmürlər ki, hər bir addımlarına Allah Teala savab verir. Elə bir addım götürmürlər ki, Allah Teala onların bir günahını əfv eləyir. Həccin əməllərin qurtaran kimi onlara elam olunacaq. Hacıya deyiləcək. Bu bina ki tikmisən, yaxşı bina tikdin savablardan. Bunu xarab eləmə. Bunu dağıtma. Keçmiş günahların bağışlandı. Bundan sonra yaxşı əməllər elə. Hacı gəldi təzdən, hacı getməmişdən qabaq üstünə 5 dənə də qoydu. Əvvəl hacısız indi hacı filan kəs toyda oynayır, mahnı çaldırır da demişəm. Hacı belə biabırçılıq adımızı da batırır, həcci də ləkələyir. Yox. Amma həqiqi həccin qutarda Peyğəmbər Allahın salamı olsun və əhl-i beytinə buyurur ki, ona belə xitab olunur. Keçmiş günahlar hamısı təmizləndi, sən təzdən başlayırsan, ağ vərəqdir. Bunlar indi mən deyirəm, yaxşı əməllərini yerinə yetir bundan sonra. 4. Orucla bağlı var qardaşlar. Ramazan ayında inşallah deyəcək. Kim Ramazan ayında? Bir şey qalmadı. Bir aya Ramazan ayı daxil olacaq təqribən. Kim Ramazan ayını həqiqi oruç tutsa, Allaha xatir oruç tutsa, Ramazan ayı bitən kimi, Fitr bayramı daxil olan kimi oruç tutan insana xitab olunur. Bütün günahların bağışlandı. Şaban ayla da bağlı bizim belə əlimizdə Peyğəmbər əhl-i beytindən kəlamlar var ki, bu Şaban ayıda o aylardandır ki, Allah Teala bu ayda oruç tutanı təmizləyir, ona belə xitab olunur. Şaban ayının orucunu tutan hamısı silindi. Təzdən başlayırsan. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə buyurur. Şaban mənim ayımdır. Ramazan Allahın ayıdır. Hər kəs bir gün mənim ayımda oruç tutsa, qiyamət günü ona mən şəfaat eləyərəm. Xoş halı var. Peyğəmbərdən böyük şəxs yoxdur qiyamətdə, şəfaatçi. Bir gün Şaban ayından mənim ayımdır. Peyğəmbərin adı gəldi, neynəyəsən? Tərpənəsən də. Hər kəs bu ayda bir gün oruç tutsa, qiyamət günü ona mən şəfaatçi olaram. Hər kəs bu ayda 2 gün oruç tutsa, mənim ayımda, Allah Teala onun keçmiş və gələcək günahlarını bağışlayar. Bu hədisin izahı var. Hər kəs bu ayda, Şaban ayında, mənim ayımda 3 gün oruç tutsa, bu hədisdə belə deyir. Ona deyərlər, əməllərini təzdən başla. Silindi getdi. Təzdən başlayırsan. Bundan sonra səhv buraxma. Mən deyirəm indi izahları. Ona deyirlər ki, əməlini əvvəldən başla. Fürsətdir qardaşlar. Bu Şaban ayında biz
oruç tutmaqla, Allah Taala'nın huzuruna getməklə çox şey qazana bilərik. Neyniyək bu ayda? Oruç tutaq. Zikir var, zikir də var. İstiğfar. Çox aydın bu ayda. Əstəğfirullah və ətub iləyh. Allah səndən bağışlanmaq istəyirəm və sənə tərəf qayıdıram. Bəzi yerdə var və əsəluhu təvbə. Allah səndən bağışlanmaq istəyirəm və tövbə istəyirəm, tövbə. Qayıdım, adam olum, əvvəlki olmayım da. Yaxşı, oruç tutdum, bəs bu ayda özümü nəzərə aldım. Başqaları necə? Bizim dinimiz ictimai dindir. Tək yaşayan həqiqi dindar deyil. Tək yeyən həqiqi dindar deyil. Görün nə deyir. Peyğəmbər buyurdu, Allahın salamı olsun ona və əhli beytinə. Şaban ayı mənim ayımdır. Ramazan ayı Allahın ayıdır. Və o kasıbların baharıdır. Nə idi? Baharıdır. Sonra Peyğəmbər belə bir cümlə dedi. Allah Taala qurban etməyi, qurban kəsməyi ona görə qərar verdi ki, sizin kasıblarınız, miskinləriniz ət yesinlər. Ətdən doysunlar. Onlara da itam eləyək. Qardaş, Şaban ayında imkanın çatır, Allaha xatir heç kəs bilmədən bir qoyun kəs, payla kasıblara. Qoyuna imkan yoxdur, pul ver. Pul ver ki, qoy gedib kəssinlər. Və Şaban ayı, qardaşlarım, elə bir aydır ki, bu ayda bir gün var, bir gecə var. Ramazan ayında Qədr gecəsindən sonra ən üstün gecədir. 15-i Şaban. Şaban ayında 15-ci gecə axşam oyaq qalıb ibadət eləməyi Əhl-i Beyt imamlarımız tapşırıblar. Həmin gecədə deyir Ramazan ayı kimi insanlara Allahın xeyri bərəkəti paylanır. Ruzi istəyirsən gecə oyaq qal, ibadət elə. Borcun var, problemin var, hacətin var. İmamlarımız həmin gecəni oyaq qalardı. Həzrəti Əli əleyhissalam Şaban ayının 15-ci gecəsini oyaq qalıb ibadət eləyərdi. Və həmçində Şaban ayında bir gün var, 15-i Şaban. Bütün məzlumların gözü yolda olan Peyğəmbər balası, Allahın salamı olsun ona və Əhl-i Beytinə. Həzrət Əli və Fatimə əleyhissalamın övladı. 12-ci imamımız İmam Zaman ağanın mövludu da 15-i Şabandadır. Allah Teala Şaban ayında dünyaya nicat verən və İsa Peyğəmbərlə bir yerdə dünyanı zülmlə dolduqdan sonra ədalətlə dolduran, zalimləri cəzalandıran o ağanı dünyaya gətirmişdir. İnşallah Şaban ayında o ağamızın mövludunda qeyd eləyək, İmam Zaman ağanı bu ayda tez-tez yad eləyək. Heç olmasa hər gün bu ayda İmam Zaman ağanı hər gün bir dəfə, bir dəqiqə də olsa o alim dediyi kimi bir dəqiqə vaxt ayır. Qardaş, imamın kimdir? Kimdir bizim imamımız? İmam Zaman ağadır. Necə mən imamım, rəhbərim ola, onu bir dəqiqə gündə 24 saatdan bir dəqiqəsini ayırıb ondan danışmayam, ona bir salam verməyəm, onun haqqında bir söz deməyəm. Rəhbərimizdir. Allahın və Peyğəmbər və onun pak Əhl-i Beytinə Allah Teala bizi qarşıda gələn Şaban ayının xeyir bərəkətlərini qazananlardan qərar versin. Amin. Pərverdigar o ağamızın zuhurunu təcil elə. Amin.